Salam, hər birinizi multivalyutalı hesabat sessiyasında xoş gördük. E, Nümayişimizə keçmədən əvvəl fürsətdən istifadə edib özüm haqqında qısaca məlumat vermək istəyirəm. Mənim adım İlqar Zərbalıyevdir. Hazırda bu tədbirin təşkilatçısı olan Sun Product şirkətində baş menecer vəzifəsində çalışıram. Microsoft Data Platform, Power BI üzrə və eləcə də M365. Başqa sözlə, yəni Microsoft 365 sahəsi üzrə MVP dərəcəsinə sahibəm. Həm də Microsoft sertifikatlı trener, icma liderlərindən birisiyəm. Nümayişimizə keçmədən əvvəl gəlin onda istifadə edəcəyimiz dataset haqqında qısaca məlumat verim. Gördüyünüz kimi bizim data setimiz Excel faylında yer almışdır və orada bir sıra səhifələr mövcuddur. Məsələn, D-Stores kimi, D-Products kimi, D-Customers kimi dimensional cədvəllərə rast gələ bilərik. D-Stores'da mağazalar haqqında məlumatlar, D-Products'da məhsullar haqqında məlumatlar, D-Customers cədvəlində isə müştərilər haqqında məlumatlara rast gələ bilərik. Eləcə də bizim 3 fakt cədvəlimiz vardır. Bunlar F-Sales, F-Purchasing və F-Expenses cədvəlləridir. Məsələn, F-Sales cədvəlində satış məlumatlarını görə bilirik. F-Purchasingdə isə satın alma məlumatları, F-Expensesdə isə xərcləri görə bilirik. Eyni zamanda bizim satış planı kimi, yəni sales plan kimi bir cədvəlimiz mövcuddur. Əsasən bizim işləyəcəyimiz cədvəllər, baxın bu Decurrency H, yəni half və Decurrency F, full cədvəlləridir. Decurrency F-də bütün günlərə aid olan avronun Amerika Birləşmiş Ştatları dollarına qarşı olan məzənnəsini görə bilirik. Amma Decurrency H-də isə bütün tarixləri görə bilmirik və eləcə də məzənnələri görə bilmirik. Bunun da səbəbi o aralıqlarda böyük ehtimal Mərkəz Bankın işləməmiş olması və bayram günlərinə denk gəlmiş olması olaraq algılana bilinir. Və məhz bu günləri əhatə eləyə bilmək üçün hesabatımızda biz həmin baxın bax bu Decurrency H cədvəlindən istifadə edəcəyik. Nəzərinizə çatdırım ki, bu dataset balaca pərakəndə fəaliyyəti ilə məşğul olan balaca bir mağazaya aiddir və burada satışlar avro üzərindən aparılır. Müdiriyyət zaman-zaman satışları həm də Amerika Birləşmiş Ştatları dolları üzərindən də görmək istəyir. Məhz bu səbəblə də bax bizim sessiyamız həmin bu fərqli valyutalarda satış icmalarını nümayiş etdirməkdən ibarət olacaqdır. Gəlin Power BI desktop faylımıza keçid edək. Gəlin Power BI desktop faylında bir səhifə əlavə edək və bu səhifəni multi currency adlandıraq. Və daha sonra isə biz buraya bir table vizualı əlavə eləyə bilərik. Bu table vizualına birazdan biz daha öncə yazdığımız meyarlardan ikisini əlavə edəcəyik. Bunlardan biri Total Sales F-dir. Həmin bu Total Sales F meyarı bizim satışlarımızı hesablayır. Bir də eyni zamanda bizim Sales vergül dollar işarətli bir meyarımız var. Bu da hesabatlarımızı, daha doğrusu satış məlumatlarımızı Amerika Birləşmiş Ştatları dolları üzərindən verir. Məsələn, gəlin Total Sales F-i buraya əlavə eləyək. Eyni zamanda, baxın bu Sales US Dollars olanı da əlavə eləyək. Deməli, 9.241.156, yəni bu qədər bizim avro üzərindən satışlarımız var. 11 milyon civarında isə Amerika Birləşmiş Ştatları dolları kimi dollar üzərindən satışlarımız vardır. Əgər Sales US Dollars bu meyara fikir versək, görürük ki, related funksiyası vasitəsilə Decurrency F cədvəlindən avronun, yəni Amerika Birləşmiş Ştatları dollarına olan nisbətini, məzənnəsini götürür, tapır və həmin bu F sales cədvəlindəki, fakt cədvəlindəki satış məbləği ilə vuraraq Amerika Birləşmiş Ştatları dollarına çevirir. Əgər biz model view-ya gəlsək, burada D-Currency F-i görə bilirik. Gəlin model view-muzu biraz böyüdək. Məsələn, görürük ki, D-Currency F, həmin bu D-Currency F, baxın bizim F-Sales cədvəli ilə, yəni date sütunları
Yəni many to one şəkildə birləşdirilmişdir. Bizim bundan sonraki hədəfimiz, yəni bu cədvəldə, yəni satışların tək seçilən bir valyuta üzərindən göstərilməsidir ilkin növbədə. Bunun üçün hər şeydən əvvəl biz bir dəstəkləyici cədvəl qururuq. Bu dəstəkləyici cədvəli home təbinə gedərək enter data desək və buraya gəlin cədvəlin adını currency tag olaraq adlandıraq və həmin bu hissəyə yazaq ki, currency aşağıya euro və buraya da US dollars yaza bilərik. Məsələn, euronu da gəlin böyük hərflərlə yazarım. Və ondan sonra load deyə bilərik. Artıq bizim bir cədvəlimiz mövcuddur. Həmin bu cədvəlimiz mövcuddur və gəlin bu səfər bir slicer əlavə eləyəcəyik. Həmin bu slicer'a da biraz əvvəl yazdığımız dəstəkləyici cədvəldən hansı ki currency tag adlanır, bu currency-ni əlavə eləyəcəm. Burada bəzi formatda dəyişiklik eləyə bilərik. Ellipsə ilk düyməyə tıklayaraq formatı seçəcəyim. İlk öncə slicer header'ı ortadan qaldırağım. Sonra slicer settingdən vertical listing yerinə tile eləyəcəyim. Bunu bu şəkildə yəni formada nümayiş etdirə bilərik və daha sonra isə burada selection var. Selection'da isə biz single select, yəni tək bir seçim haqqı olan, yəni belə bir slicer'ı bu halda saxlayaq, yəni bu optionu götürək. Hazırda məsələn slicer'la hərəkət eləsək, məsələn avro və Amerika Birləşmiş Ştatları dolları hissələri seçdiyimiz zaman görürük ki, hər hansı bir təsir özünü büruzə vermir. Baxın bu table vizualda. Bu normaldır. Bu təsiri əldə edə bilmək üçün biz selected value funksiyasından belə deyək, yəni istifadə eləyərək bir meyar yazırıq və bu meyarı yazdıqdan sonra isə artıq deməli yəni həmin bu əlaqəni, bu təsiri burada görə bilərik. Gəlin meyarı yazmadan əvvəl key measures seçəcəyim. Mouse'un sağ düyməsini tıklayıb new measure deyəcəyim və meyarımızın adını da multi-currency reporting adlandırağım. Multi-currency reporting adlandıra bilərik. Bərabərdir dedikdən sonra burada yenə də selected value funksiyasından istifadə edirik və sütun adı üçün biraz əvvəl qurduğumuz currency tag dəstəkləyici cədvəldən currency sütununu seçirik və sonra enter tuşuna basırıq. Həmin bu table vizualına deməli biraz əvvəl yazdığımız, gəlin bu hissəni biraz böyüdəyim, multi-currency reporting-ə əlavə eləyə bilərik. Məsələn, fikir versək, görürük ki, baxın bu hissədə USD seçildiyinə görə USD-ni görürük. Əgər euro seçilsə, həmin bu euronu nə edə bilərik? Burada konkret olaraq, yəni görə bilərik. Əgər biz məsələn, ya bunun da görmə səbəbi biraz əvvəl və eyni zamanda gördüyünüz kimi həm də Amerika Birləşmiş Ştatları dollarına olan satışı və avrona olan satışı görə bilərik. Gəlin indi isə model view-ya keçəcəyik və biraz əvvəl izah elədiyimiz D-currency ilə, yəni bu cədvəllə FCS cədvəli arasında olan əlaqəni seçib və klaviaturadan delete tuşunu basaraq o əlaqələri nə edəcəyik, yəni pozarım. Yenidən Canvas-a qayıtsaq, biz görürük ki, burada hər hansı bir belə deyək ki, yəni satışlar görsənməməkdədir. Bunun səbəbi isə ondan ibarətdir ki, əgər sales USD dollars meyarına getsək, görürük ki, baxın, burada related funksiyası currency F cədvəli ilə əlaqəlidir. Hansı ki, bu cədvəl özlüyündə FCS fakt cədvəli ilə əlaqədardır və onlar arasında əlaqə pozulduğuna görə məhz, yəni, baxın, burada biz o dəyərləri yəni, görə bilmirik. Əslində, bu sessiyada, yəni normal həyatda D-currency F cədvəli mövcud olmur. Sadəcə məsələnin, yəni sessiyanın məğzini ifadə eləyə bilmək üçün bunu nümunə olaraq vermişik.
hər şeydən əvvəl biz biraz əvvəl datasetdə göstərdiyimiz həmin o decurrency age, yəni yarım tarixlərin olduğu və yarım məzənnələrin olduğu deməli cədvəli buraya bir növbədə, yəni birinci növbədə nə etməliyik? Yəni əlavə etməliyik. Bunun üçün home-a gedirik və transform data dedikdən sonra transform data deyirik və gəlin həmin bu transform datada ilk öncə data mənbəyini, data source-u düzgün tapmamız lazımdır. Bunun üçün data source settings desək və change source dediyimiz zaman gəlin burada browse-la düzgün mənbəyə belə deyək, yəni gedək. Burada multi-currency Azərbaycani folderdan sample retail transaction set var. Onu seçdikdən sonra open deyək və OK deyək. Sonra close edə bilərik. Bəzi dəyişiklikləri eləsək burada görürük ki, artıq baxın lazımı dəyişikliklər özünü büruzə vermişdir. Əgər fikir versəniz, decurrency age cədvəli var. Hansı ki biz bunu modelimizə əlavə eləməliyik, amma bu italic formadadır. Bunun səbəbi həmin modeldən gizlətməmizdir. Əgər mouse'un sağ düyməsinə tıklasaq, burada enable load-u aktiv etsək, görürük ki, bu artıq italic formadan çıxır və sonra close and apply deyə bilərik. Close and apply dedikdən sonra dəyişikliklər artıq bizim belə deyək, yəni modelimizdə özünü büruzə verməyə başlayır. Əgər model view-yə getsək, biz deməli biraz əvvəl əlavə elədiyimiz cədvəli, baxın decurrency age-i də burada görə bilərik. Artıq əgər fikir versəniz Canvas-a qayıtsaq, görürük ki, baxın burada hələ ki bizim əlaqələrimiz yəni pozulmuşdur. Təzədən model view-yə qayıtsaq, fikir verin, bax bu decurrency age-lə, buradakı date-lə F-sales cədvəlini əlaqələndirsək, gəlin bunu əlaqələndirək. Burada da yenə one-to-many relationship, yəni əlaqəsi özünü büruzə verir. Və yenidən Canvas-a qayıtsaq və buradan sales, US dollars meyarını seçsək, gəlin bu hissədə artıq biz decurrency F deyil, decurrency H, yəni baxın US avronun Amerika Birləşmiş Ştatları dollarına olan nisbətini seçib və enter tuşuna bassaq, həmin dəyərləri yenidən burada görməyə başlayırıq. Amma burada bizim diqqətimizi bir nüans çəkir. Bu da nədən ibarətdir? Əgər fikir versəniz, normalda avro Amerika Birləşmiş Ştatları dollarla dəyərlidir. Burada avro ilə satışlarımız 9 milyon civarındadır, amma Amerika Birləşmiş Ştatları ilə olan satışlarımız isə 7 milyon civarındadır. Bunun səbəbi də ondan ibarətdir ki, çünki biz dataset, yəni faylımızda göstərdiyimiz bütün məzənnələrin hamısının F-sales fact cədvəli ilə əlaqələndirilməmiş olmasıdır. Məhz bundan sonraki bizim atacağımız addımlar həmin bu yəni hissədə elə eləməmiz lazımdır ki, uyğun cədvəlin uyğun sütundan reference eləyərək, yəni istinad eləyərək bütün satışlarımızı yəni əldə etməmizdir. Hansı ki, Amerika Birləşmiş Ştatları dollar bazından. Bu addımı gerçəkləşdirmədən əvvəl gəlin ondan öncə bir addım atağım. Bu da fikir versəniz burada multi-currency reporting var. Mən avronu seçdiyim zaman avro, US dolları seçdiyim zaman US dollar yəni yazılır. Gəlin buradan hər şeydən əvvəl deməli bu dəyərləri sales US dollars meyarını və total sales F meyarlarını götürək və həmin bu seçilən yəni euro və US dollar yerinə satış rəqəmlərinin yazılmasını təmin eləyək. Bunu necə eləyə bilərik? Bunu switch funksiyasından istifadə eləyərək həyata keçirə bilərik. Biraz əvvəl biz multi-currency reporting meyarı yazdıq. Gəlin burada bəzi sətirlər əlavə eləyək. İlk öncə switch funksiyasını yazağım. Expression, yəni ifadə hissəsinə biraz əvvəl yazdığımız, baxın, bunu selected value, yəni bu hissəni saxlayağım, vergül deyək. Daha sonra isə value 1-in yerinə ikili dırnaq içərisində euro yazaraq yaza bilərik. Məsələn, total sales F, vergül və ikili dırnaq içərisində USD
yazaraq vergül qoyağım və bu səfər isə sales US dollars, yəni meyarını nə edə bilərik, seçə bilərik. Və daha sonra isə mötərizəni bağladıqdan sonra, baxın bu işarəyə tıklasaq, gəlin ilk öncə böyüdəyin və sonra bu kiçildəyin. Məsələn, USD seçdiyimiz zaman görürük ki, satışlarımız Amerika Birləşmiş Ştatları dolları formatında verilir. Avronu seçdiyimiz zaman da avro bazında satışlarımızı görə bilirik. İndi isə biraz əvvəl bildirdiyimiz kimi, baxın, data bu model hissədə, model view-da biz əslində FCS-lə baxın, bax buradakı tarixləri, yəni əlaqələndirdik. Əslində table view-ya getsək, məsələn, D currency 8. Baxın bunu seçsək, görürük ki, gəlin bu formatı da dəyişəyin. Format, məsələn, bu formatı seçə bilərik. Fikir versək, görürük ki, məsələn, 2-3 yanvar kimi 2016-cı ilə aid olan məlumatlar yoxdur. Amma biz həmin məlumatları əldə etməyə, yəni çalışmalıyıq. Bunun üçün yenidən model view-ya gəlsək və burada artıq bizim atacağımız addım həmin bu D-Currency H cədvəli ilə FC cədvəli arasında olan əlaqələrin seçilib və onların sırada ortadan yəni qaldırılmasıdır. Yenə Canvas-a qayıtsaq, bu səfər də görürük ki, həmin bu table vizualımızda rəqəmlər artıq görsənməməyə başlamışdır. Yenidən model view-ya qaydırıq və bu hissədə isə biz kalendar cədvəlindən, baxın bu date ilə həmin D-Currency H-də olan date-i əlaqələndiririk. Burada dəyərlər, tarixlər bir dəfə təkrarlandığından one-to-one əlaqəsini, relationship-ni görə bilirik. Gəlin save eləyəyim. Yenə də Canvas-a qayıtsaq, biz həmin bu rəqəmi, yəni belə deyək, ancaq burada yəni görə bilirik. Fikir versək, görürük ki, artıq baxın bu şəkildə bizim dəyərlərimiz, yəni belə deyək, yəni işləyə bilir. Amma məsələn USD-ni seçdiyimiz zaman yenə həmin dəyərləri necə, yəni konkret olaraq hələ ki görə bilirik. Amma dediyimiz kimi bu rəqəm doğru bir Amerika Birləşmiş Ştatları dolları şəklində, yəni üzərindən satış rəqəmini göstərmir. Table view-ya qaydırıq. Burada biz kalendarı seçirik. Kalendar table-ını seçmə səbəbimiz ondan ibarətdir ki, baxın burada bizim bütün tarixlərimiz yer almışdır. Deməli, biz hər şeydən əvvəl həmin bu tarixlərə aid olan məsələləri D-Currency H cədvəlindən gətirməyə çalışırıq. Bunun üçün yeni calculated column dediyimiz, yəni baxın new column bunu tıklayırıq və bunu əlavə eləyirik. Gəlin bu cədvəlin adını USD rate qoyaq və buraya related funksiyasından istifadə eləyərək D-Currency H, baxın bu dəyərləri gətirməyə çalışaq. Mötərizəni bağlayıb enter tuşuna bassaq, biz görürük ki, baxın, məsəl üçün 1 yanvar tarixinə aid olan məlumat D-Currency H cədvəlində olduğu üçün onu çəkir. Amma 2-3 yanvar tarixlərinə aid olan məlumatlar buraya belə deyək çəkilmir. Bizim əslində bundan sonraki məqsədimiz ondan ibarətdir ki, yeni bir sütun əlavə eləyərək ilk öncə baxın buraya, bu boşluqlara yəni uyğun tarixləri yazmamızdır. Məsələn, yəni bunu belə izah edeyim. Excel-də VLOOKUP funksiyası var. Orada komponentlərdən birisi true'dur. True funksiyası ən axırıncı dəyəri götürür. Yəni lookup etdiyimiz zaman. Bu nə deməkdir? Məsələn, 2 yanvar 2016-cı il tarixinə aid olan məzənnə, yəni ondan bir gün, bir ilk günü öncəki məzənnədir. Bu da 1 yanvar 2016-cı il tarixinə uyğun gəlir. Hansı ki, baxın, elə bu olacaq. Gəlin bir yeni sütun əlavə eləyək və bu sütunun adını da USD rate align olaraq yəni adlandıraq. Və burada artıq sadələşdirmə və optimizasiya nöqteyi nəzərindən mən variable'lardan istifadə edirəm. Onlar deyirəm və ondan sonra öncəki günün kursu, yəni gəlin bunu ingiliscə yazalım. Previous day rate desək bərabərdir
Burada calculate funksiyasından istifadə edirəm və expression üçün, yəni ifadə üçün deyirəm ki, maksimum, yəni bu maksimum da ola bilər, minimum da ola bilər, average də ola bilər. Çünki nəticə etibarilə boş olan sətirdən bir öncəki, yəni bir sətir var. Yəni onun average, minimum və maksimum olmasının hər hansı bir önəmi yoxdur. Sadəcə funksiyanı yazmaq nöqteyi-nəzərindən biz bu üç funksiyadan birisini istifadə edirik və deyirik ki, calendar date. Sonra mötərizəni bağlayırıq və daha sonra isə yeni bir sətirdə filter funksiyasını yazırıq. Cədvəl üçün biz calendar cədvəlindən istifadə edirik və filter expression üçün isə burada əslində 2 dənə şərt verəcək. Birinci şərtimiz ondan ibarət olacaq ki, həmin bu USD rate, yəni kolumuna aid boş sətirlər ki var, yəni onlar birinci növbədə belə deyək ki, yəni daha əvvəlki sətirdə yer alan tarixə bərabər və ya ondan kiçik olmalıdır. Bunu necə ifadə edirik? Deyirik ki, calendar date kiçikdir, bərabərdir. Bu səfər earlier funksiyasından istifadə edirik və yenidən yazırıq ki, calendar date və mötərizəni bağlayırıq. Daha sonra isə 2 ampersand yazırıq. Bu da and deməkdir. Yəni ikinci şərt də özünü doğrultmalıdır. Burada isə yazırıq ki, calendar USD rate böyük olmalıdır 0-dan və mötərizələri bağlayırıq. Ondan sonra return yazıram və biraz əvvəl yazdığım variable hansı ki previous day rate'i saxlayıram. Yəni yazıram və commit düyməsinə basdıqdan sonra baxın burada belə bir tarix, yəni formatında məlumatları alıram. Bunu ilk növbədə date-ə çevirə bilərəm və sonra formatı da baxın elə bu formatı yəni seçə bilərəm. Və gördüyümüz kimi məsəl üçün ikinci boşluq sətrində məsələn tarix olaraq bir öncəki tarix, yəni 01.01.2016 yazılmışdır. Bax bizim əldə etməyə çalışdığımız da məsələ bundan ibarətdir. İndi isə həmin bu tarixləri hansı ki boş sətirlərin qarşısında yer alıb, biz onu ümumiyyətlə bütün yəni bu cədvəldə tarixsel dəyərləri məzənni ilə dəyişməmiz lazımdır. Buraya qədər yazdığımız funksiyalar yəni yetərlidir və doğrudur. Return-dən sonraki previous day rate hissəsini silirik və buraya yenidən calculate funksiyasını işə başladırıq, yazırıq və expression üçün isə yenidən average funksiyasından istifadə edirik, onu yazırıq və deyirik ki, calendar deməli USD rate mötərizəni bağlayırıq, vergül deyirik və filter üçün yenə də filter funksiyasından istifadə edirik. Cədvəl üçün kalendar, yəni table üçün kalendar cədvəlini seçirik, vergül deyirik və filter expression üçün də yenə bildiririk ki, calendar date bərabər olmalıdır previous day rate, hansı ki bizim bu yəni variable'ımızdır. Və sonra mötərizəni bağlayıb enter tuşuna bastığımız zaman görürük ki, artıq burada bizim bütün yəni məzənnələrimiz yer almışdır. Və burada da formatlaşdırma yəni eləyirik və bundan sonra isə biz asan bir şəkildə Canvas-a gələ bilərik. Gördüyünüz kimi USD dollar olaraq bizim satışımız hələ ki 7 milyon civarında göstərir, amma avro olaraq 9 milyon civarında göstərir. Bu əlbəttə ki USD satışlar, yəni bunlar səhvdir. Siz yəni USD dollars, yəni işarəsi ilə olan Mayerə gəldikdən sonra baxın bu hissədə biraz əvvəl yazdığımız the currency H, yəni bunu silirik və buraya kalendardan həmin bu USD rate align-ı yazırıq və mötərizəni bağladıqdan sonra enter tuşuna bassaq görürük ki, baxın burada artıq bizim yəni Amerika Birləşmiş Ştatları dolları bazında olan satışlarımız artmağa başlayıb. Məsələn, avro bazında satışlarımız 9 milyon civarında,
ABŞ dolları bazında olan satışlarımız isə 10 milyon civarındadır. Bu da o deməkdir ki, artıq biz doğru cədvəllər arasında, yəni əlaqələri qurmağı bacardıq. İndi isə artıq biz bunu vizuallaşdıra bilərik. Yəni necə vizuallaşdıra bilərik? Gəlin buraya bir məsələn clustered column chart əlavə eləyəcəyik. Böyüdə bilərik bu vizualı. Buraya ilk öncə x-aksə biz kalendar cədvəlindən illəri əlavə eləyə bilərik və daha sonra isə biraz əvvəl yazdığımız multi-currency reportingi, yəni əlavə eləyə bilərik. Y-aksə. Gördüyünüz kimi burada artıq bizim yəni illərə görə satışlarımız yəni yer alır. Gəlin bunu biraz aşağıya çəkəyim və buradan formatı seçdikdən sonra date labels deyəcəyim və bunu aktivləşdirəcəyim. Baxın, burada bizim satışlarımız yer almaqdadır. Bəzi dəyişiklikləri eləyə bilərik. Məsələn, value-ları yəni böyüdə bilərik və display unit, yəni bu hissədə məsələn none desək, görürük ki, belə bir rəqəm əldə edə bilərik. Bu biraz istənmədiyi format ola bilər. Elə bu səbəblə də gəlin məsəl üçün thousands, yəni bu şəkildə bunu saxlayalım və ya millions deyə bilərik. Yəni belə də bu formada da bunu eləyə bilərik. Və fikir versəniz, avro dediyim zaman bu rəqəmlər dəyişir. Məsələn, 2016-cı ilə aid olan satış 3.24 milyondur avro bazında. USD olaraq isə 3.75 milyon yəni şəklindədir. Bax, bu da bizim bu sessiyada etibar eləməyə çalışdığımız nüanslar, mövzular idi. Və beləcə biz deməli sessiyamızın sonuna gəldik. Sizin qiymətləndirmələriniz çox əhəmiyyətlidir. Zəhmət olmazsa bu təqdimatla bağlı rəyinizi aşağıdakı keçid, yəni bu linkdən istifadə eləyərək ya da bu QR koddan istifadə eləyərək paylaşardınız. Bir sonraki Excel Virtual Global tədbirlərində görüşmək ümidi ilə. Sağ olun.